Siz dediniz ki Manafla Əflatun məktəbdirmi? Mən dedim xeyr. Onlar məktəb deyirlər. Amma bir də bu orta məktəbi sizin bir adına orta ixtisas kollecini demədimi? Musiqi kollecini. Bax, toy məktəbi dedim. Tarix, mən bu fikrimi aydınlaşdırım. Mən dedim onlar məktəb deyirlər. Amma ona rəğmən hər ikisinin oxu tərzi olub, mahnıları, repertuarı olub, dillər əzbər olan sevilən müğənnilərimizdir. Qaldı Tacirə. Mən yenə də sözümün arxasındayam. Tacir, Üzü Cabbardan sahibə qədər 10-15 dənə Azərbaycanda gözəl tembr olan xanəndə varsa 60-70 ildə yetişən bir səsdir. Tacir mənim heç kimimdir. Tacirlə bir stəkan çay da içməmişəm. Mən də almışlayıram. Tacir tarixdir. Tacirin o Şiraz improvizasiyası nə qədər ki Azərbaycan var. Nə olsun onu 12-13 yaşında oxuyub. O 12-13 yaşında mən müəlliməm 18 ildir. Uşaq təxəyyülü deyil. Onu Allah Subhanahu Taala'nın onun bətninə o oxumağı veribdir. O tacirin qüvvətində, gücündə olan bir şey deyil. Allah Subhanahu Taala'nın böyüklüyüdür. Tacir 12 yaşında uşaq kimdir ki, o təxəyyüldə, o təfəkkürdə, o burada Şiraz improvizasiya oxusun. O tacirin gücünün müqabilində deyil. O Allahın gücüdür ki, onu oxudurubdur. Tacir bir tarixdir. Biz niyə ifaçılar, biz niyə müğənnilər o cür səsi məsələn dəyərləndirə bilmirik? Biz nədən qorxuruq? Hamının öz ruzisi var.